39 dərəcə 45 dəqiqə şimal enliyi, 46 dərəcə 45 dəqiqə şərq uzunluğu, dəniz səviyyəsindən 1403 metr yüksəklik. Bura sadəcə coğrafi bir nöqtə deyil. Bura tarixin axarının dəyişdiyi yerdir. Bura Şuşadır. Zamanın çarxı fırlanır. Bəzən tarix bu çarxda yenidən təkrarlanır. Biz bu tarixi təkrarlanmanı Şuşa bəyannaməsində gördük. Təsadüfdən yoxsa zərurətdən düz 100 il sonra. Təbii ki, Qars müqaviləsindən sonra Azərbaycan və Türkiyə arasında bir sıra razılaşma və müqavilələr olub. Amma bunların içərisində ən əhatəli və qətiyyətlisi Şuşa bəyannaməsidir. Şuşa bəyannaməsindən düz 5 il vaxt keçir. Bu sənədlə iki ölkə regionda sabitliyin və təhlükəsizliyin əsas qarantına çevrilib. Daha nələrə toxunulub, izləyək. Xarici təhdid və təcavüz zamanı tərəflər BMT nizamnaməsinə uyğun olaraq bir-birinə zəruri hərbi yardım göstərəcək və birgə məsləhətləşmələr aparacaqlar. Silahlı qüvvələrin müasir standartlara uyğun modernləşdirilməsi, şəxsi heyət mübadiləsi və intensiv birgə təlimlərlə orduların döyüş qabiliyyəti artırılacaq. Zəngəzur dəhlizinin açılması və Naxçıvan-Qars dəmir yolunun inşası ilə strateji nəqliyyat kommunikasiya əlaqələri yeni inkişaf mərhələsinə yüksələcək. Diasporların birgə fəaliyyəti və ortaq media platforması vasitəsilə beynəlxalq müstəvidə informasiya və ictimai diplomatiya gücləndiriləcək. İmzalama mərasimi üçün seçilən məkan özlüyündə bir mesaj idi. Azərbaycan və Türkiyə liderləri məhz burada. Erməni vandalizminin nişanəsi olan Xurşudbanu Natəvanın dağıdılmış evinin qarşısından dünyaya mesajlarını çatdırdılar. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan birgə bəyannamə bizim gələcək işbirliğimizin istiqamətini gösterir. Azerbaycan arasındaki bu beyannamenin içeriği birçok şeyleri kapsadığı gibi bundan sonra geleceğe yönelik adımları atarken artık sadece iki ülke değil, bölgeyi kapsayan bir kararlılığın burada yattığını görüyoruz. Şuşa bəyannaməsi sadəcə siyasi sənəd deyil. Öncə də qeyd etdiyimiz kimi sənəddə iqtisadi yol xəritəsi, regional inteqrasiya, regional həllər, hərbi müstəvidə əməkdaşlıq və bu kimi vacib məqamlara toxunulub. Və bu tarixi sənədin əhəmiyyəti haqqında müsahiblərimdən dinləyək. Bugün Hörmüz boğazı adlandırılır, Fars körfəzi adlandırılır və s. Yəni o dəniz daşımalarında hansı rolu oynayırsa, Zəngəzur yolu da, trip marşrutu da eyni funksiyanı yerinə yetirəcək. Amma üstün cəhət isə odur ki, əlbəttə ki, daha qısa müddətdə və daha etibarlı zəmində. Belə olan halda əlbəttə ki, bunun təhlükəsizliyinin təmin olunması Azərbaycan və Türkiyənin üzərinə düşür. Çünki xəttin bir ucunda Azərbaycan, başqa bir ucunda Avropa yaxasında Türkiyə var və beləliklə bütün bunların hamısı Şuşa bəyannaməsində təhlükəsizlik baxımından öz əksini tapan müddəalarla əsaslandırılıbdır. Önümüzdeki dönemde biliyorsunuz Azerbaycan'ın anayasada değişiklik talebi var. Bu talep de Ermenistan anayasasında olduğu zaman Kafkaslara kalıcı barış bir daha gitmemek üzere gelecektir ve bütün bölge halkları için de önemli bir model olacak. Şəhərin yenilənən küçələri ilə irəlilədikcə bərpa olunan tarixi görürük. Bununla yanaşı sakinlər uzun illərdən sonra bu ərazilərə köçüblər və təhlükəsiz, rahat şəkildə yaşayırlar. Təbii ki, bu tarixi gündə əgər əraziyə gəlmişiksə, mütləq mənada sakinlərlə həmsöhbət olacağıq ki, onların Şuşadakı yeni həyatı necədir, öyrənək. Tarixi torpaqlarımızın işğaldan azad edilməsindən sonra Şuşaya ilk köç edənlərdən birinin 76 yaşlı Aidə Səfərovanın evinin qonağıyıq. O məhz bu şəhərdə doğulub, burada ali təhsil alıb və işləyib. Vaxtilə Şuşanı ailəsi ilə bircə 5 nəfərlə tərk edən, illər sonra bura 4 nəfərlə geri dönən Aidə xanım artıq 2 il, 2 aydır ki, doğma yurdundadır. Gəldik Şuşanın dolamaların keçəndə bir yağış, bir duman oldu. Ağlayaq dedim ki,
çəninə dumanla qurban olum ay Şuşa. Şuşanı dumansız, çənsiz təsəvvür eləmək mümkün deyil. Şuşanın tarixini oxuduqca siz görün, Şuşa neçə dəfə dağılıb, yenidən bərpa olunubdur. İnşallah deyirəm, gözləyin, sağlıq olsa, qismət olsa, bizə qismət olmasa da sizə qismət olacaq ki, yaxın gələcəkdə siz dünyanın ən gözəl bir şəhərini, kurort şəhərini görəsiniz. Ayda xanım, bugün Şuşa bəyannaməsinin imzalanmasından 5 il vaxt ötür. Həmçinin 15 iyun tarixini biz Milli Qurtuluş Günü kimi də qeyd edirik. Artıq bu müddət ərzində onu da qeyd edə bilərik ki, Türkiyə Azərbaycanın qurtuluş tarixinə rəsmi olaraq ortaq oldu. Bizdən isə bu qədər. Toğrul Quluzadə, İsmail Eyvazi, İTV Xəbər, Şuşa.